gəlməyə bilmirəm də qardaşım. Yəni gəlməyə bilmirəm. Qalıram bu halda ki, nə qədər deyirəm ha qardaş, mənim ki atası uşaqlardır. Yenə də ürəyim dözmür. Mən gedib rahat yata bilmirəm. İnsanlar necə rahat yatır, insanlar necə qonşular, yanında olan ətraflar, qohumlar, tanışlar necə rahat yatır. Ən azı dəstəyimizi verməliyik də. Hələ biraz vallah dəstək versə bu qalmaz burada. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurub ki, qonşusu az olan tox yatan bizdən deyil. Yəni bu gün burada ola bilər nə qədər qonşular var, bəlkə hamısı tox yatır, amma sizin vəziyyət xəbəri yoxsa siz atdılar çölə. İndi beşlər göz qabağında hər kəs görür ki, qardaş işləmə qabiliyyəti yox. Bu qardaşındakı vəziyyəti bu. Yəni üzr istəyirəm, mən müharibə vaxtı atamla anamın hər ikisini xərçəng ardıcıl olaraq itirmişəm. Rəhmətə gediblər. Allah bütün ölən valideynlərə rəhmət eləsin, qanunlar canı sağ olun. Yəni həqiqətən vəziyyət budur da. Yəni mən də istəmərəm ki, bu vəziyyətə düşüm. Yəni kamera qarşısına çıxım, qeyriyyətli analardan, bacılardan, qardaşlardan